dəstəmazlardan çıxandan sonra məscidə girmək. Məscidə sağ ayaqla girmək lazım, məscidin duasını oxumaq lazım. Məscidə girən kimi bir yer təyin edib namaz qılmaq lazım. Məscidə girən kimi namaz qılmaq lazım. Məscid haqqı. Bəzən olur ki, iqamələr verilir, üzr istəyirəm, azan verilir. Nədir? İqamə ilə azan arasında nə qədər fərq var? Nə qədər vaxt verirlər ki, cəmaat sünnətləri qılsın. Zöhr namazlarında ən çox olur, deyil mi? Zöhr namazına bəzən 20 dəqiqəyə yaxın vaxt olur. 15-20 dəqiqə. 15-20 dəqiqə əslində böyük vaxt. 4 rükət namaz zöhrdən öncə deyilmi? Yəni, nafilə namazlar. Bizlərdən birimiz girdik məscidə, fürsətdir vallahi ki. Sən elə ki, hər 2 rükəti 5 dəqiqə böl, misal üçün. Və yaxud 20 dəqiqəsə 10 dəqiqə elə. Yəni, bizim istəklərimiz yoxdur, subhanallah. Bizim evlərimizdə xəstələr yoxdur. Bizim ehtiyaclarımız yoxdur. Yəni, biz ehtiyatsız insanlar, yoxsa ehtiyatlı insanlar. Hamımız Allaha fəqirik, subhanahu teala. Allah subhanahu teala nədir? Allah subhanahu teala zəngindir. Hamımızın Allaha ehtiyacımız var. Dua eləyək də, qardaş. Dua eləmək lazım. Səcdə eləyib Allahdan dua istəmək lazım. Dua eləyək ki, hidayət olmamız üçün, dua eləyək ki, sabit qalmamız üçün, valideynlərimiz üçün, ailələrimiz üçün. Nə qədər bizim ehtiyaclarımız var. Bütün insanların ehtiyacları elə deyil mi? Yəni, bu cür nə eləyib nədir? Allaha dua etmək lazım. Allaha dua etmək. Sonra sünnətləri qıldıq, qutardıq. Deyək ki, belə deyək də, o qədər uzun qılmırıqsa, uzun qılanlardan deyilsə. Quran oxumaq var, zikirlər var, istiğfar var, tövbə var. Yanımızdakılarla danışmaq lazım deyil.